Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Məclisin deputatı Səyyad Arana ağır itki üz verib. Xəbər verilir ki, millət vəkilinin qardaşı Elçay Adiloğlu Salahlı ürək tutmasının nəticəsində vəfat edib. Allah rəhmət eləsin, yaxınlarına izləyənlərə səbr dilərik. Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovnik Mehman Hacıyev vəfat edib. Xəbər verilir ki, Mehman Hacıyev ürək çatışmazlığından həyatını itirib. O, uzun illər Dövlət Sərhəd Xidmətində fəaliyyət göstərib. Qeyd edək ki, onun təqaüdə təzəliklə çıxdığı bildirilir. Bakıda usta iş yerində ölüb. Xəbər verilir ki, hadisə Xətai rayonu Cavanşir küçəsində qeydə alınıb. 49 yaşlı Samir Vaqifoğlu Rüstəmov usta işlədiyi evdə ürək çatışmazlığından ölüb. Məlumata görə o, əvvəllər qətl törətməkdə təqsirləndirilərək həbs edilib. Araşdırma aparılır.